Bəli, hesab edirəm ki, hətta indiki çətin situasiyada da Zelenskinin belə bir imkanı var. O situasiyanı Ukraynanın və şəxsən özünün də xeyrinə dəyişə bilər. Amma bunun üçün Prezident Zelenski gərək 2022-ci ilin 24 fevralında Rusiyanın o qəfil hücumundan sonra nümayiş etdirdiyi iradədən növbəti dəfə nümayiş etdirsin. Biz bilirik ki, Zelenskinin belə bir iradəsi var. Amma yenidən o iradəni nümayiş etdirməyə ehtiyac var və bir neçə istiqamətdə. İlk növbədə açığı hesab edirəm ki, Zelenski bu ona qarşı başlanmış korrupsiya skandalından tezliklə çıxmalıdır. Necə? Bir mənalı aydın mövqe qoymalıdır ortalığa. Bir mənalı şəkildə korrupsiyaya görə məsuliyyət daşıyan heç bir vəzifəli şəxsi müdafiə etməyəcəyini deməlidir və korrupsiya ilə mübarizə orqanlarının işinə qarışmayacağını Ukrayna xalqına və bütün dünyaya əmin eləməlidir. Kimliyindən asılı olmayaraq, bu müharibə gedən vəziyyətdə hansı vəzifəli şəxs, onun Prezident Zelenski ilə nə qədər yaxın olmağından asılı olmayaraq, onun ki, ürəyi gəlib, vicdanı yol verib, xalqın puluna göz dikməyə, korrupsiya ilə məşğul olub, belə adamlar hamısı məsuliyyət daşımalıdır və Prezident Zelenski xalqı əmin eləməlidir ki, heç kimi xilas eləməyə çalışmayacaq, oğurlar, korrupsiya